Salam, hörmətli tərbiyəçi müəllimlər, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bu gün tərbiyəçi müəllimlər üçün rəylər mövzusunun izahına baxacağıq. Çox müraciətlər gəlirdi ki, müəllimə bizə rəyləri izah edin. Rəylər son vaxtlarda qeyd olunur ki, suallar düşəcəkdir rəylərdən. Bu doğrudurmu? Əlbəttə, doğrudur. Rəylər istər sizə test imtahan mərhələsində olsun, istər müsahibə mərhələsində olsun, fərq etməz. Hər birində sual olacaqdır. Çünki biz rəyi fəaliyyətimiz boyunca istifadə edirik. Ona görə rəyləri bilməyimiz şərtdir. Və eyni zamanda hansı mövzuda çətinlik çəkirsinizsə, kommentlərdə, şərhlərdə qeyd edəsiniz. Mən vaxt tapdıqca sizlər üçün həmin mövzuların izahını təqdim edəcəm. Və bu arada bu kimi izahlarımızın davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, izahımızı bəyənib, like atıb, şərh yazmağı unutmayasınız. Müəllimlər, rəylərə keçməmişdən əvvəl sizin 1 dəqiqənizi alacağam. Hansı ki, müəllimlər müraciət edir ki, müəllimə sizin yeni may qrupunuz olacaqmı? Bilirsiniz ki, tərbiyəçi müəllimlərin sertifikasiyası gözlənilir, həm MİQ gözlənilir. Bununla bağlı yeni sıfırdan qrupunuz varmı? Əlbəttə var. Tamamilə sıfırdan yeni qrupumuz başlayır dərslərə. Dərslərimiz inşallah tamamilə sıfırdan başlayacaq may qrupunda və qrupumuzun qeydiyyatı yekunlaşmaq üzrədir. Qruplarımızda dərslərimizin təşkili qaydası belədir ki, hər bir mövzu Zoom proqramı vasitəsilə keçiriləcəkdir. Zoomda canlı izah olunur. Dərs prosesi necə qaydadadır? Qısacası deyim, keçək rəylərin izahına çox vacib dərslərdən biridir çünki. Dərslərimiz əvvəla həftənin 1-ci, 3-cü, 5-ci və əlavə olaraq bazar günü təşkil olunacaqdır. Saat 20:00-da olacaqdır. Hər bir mövzu Zoom proqramı ilə canlı qaydada keçirilir. Mən sevmirəm ki, müəllimə video atasan, müəllim gedib evdə öyrənə, gələ. O dərs məsuliyyətli dərs olmur. Dərslərimiz canlı şəkildə keçirilir hər biri. Hər bir mövzunun canlı izahı olur. Canlı sual-cavabları, testləri təqdim olunur sizə və əlavə material almağa, əlavə PDF almağınıza ehtiyac yoxdur. Mən özüm hər birini sizə atıram. Belə ki, həftədə deyəcəksiniz müəllimə 4 dəfə dərs necə olur? Həftənin 1-ci, 3-cü, 5-ci günü saat 20:00-da dərsimizi keçəcəyik. Sual-cavab edəcəyik. Mövzu testlərinə baxacağıq. Hər həftənin bazar günü isə keçirilənlərin başdan ümumi təkrar günü olacaqdır. Məsələn, bu bazara götürəcəyik 3 dərs, növbəti bazara 6, 9 dərs, yəni bu qaydada dövr edəcəkdir. Hər həftənin bazar günü keçirilənlərin ümumi başdan təkrar günüdür və başdan tək-tək bütün mövzuları sual-cavab edirik. Eyni zamanda sual-cavab etməklə yanaşı, hər həftənin bazar günü sizlərə məhz qəbul səviyyəli sınaqlar atacağam. Hansı ki, ötən ilin qəbul sualları və düşündürücü, situativ suallar atacağam bazar günü sizlərə. Və bununla da kifayətlənmirik. Bazar günü mənimlə bərabər canlı testlər edəcəyik. Testləri necə qaydada etmək lazımdır? Hamısını sizə tək-tək izah edəcəm. Və qısacası həftədə 3 dəfə dərs keçirik. Bir bazar günü də həmçinin keçdiklərimizi ümumi təkrar edirik. Həmçinin gündəlik dərs prosesində də keçirilənlərin sual-cavabı, izahı, testləri, PDF-si dərsdən sonra hər birinin izahı qrupa da göndərilir. Yenidən də izləyə bilirsiniz. Bazar günü də ümumi keçirilənlərin təkrar günüdür. Və bir ay belə gələndən sonra növbəti aylarda mən sizə əlavə qruplarla da qoşuram. Necə? Siz keçdiyiniz dərsləri əhatə edən qruplarla, keçmədiyiniz mövzular olmaz çünki ağır olmasın deyə. Keçdiyiniz dərsləri əhatə edən qruplar açılanda həmin qruplara da qoşuram. Orada da sual-cavabda iştirak edirsiniz və orada da sualları deyirsiniz. Ödənişiniz yalnız 30 AZN təşkil edəcək. Müəllimlər deyir, bəs bu qədər dərs, PDF, sınaqlar, ödəniş, əzizlərim 30 AZN təşkil edəcəkdir. Növbəti aylarda əlavə dərslərə də qoşulanda da heç bir artım olmayacaq. Ödənişiniz yenə 30 AZN-də qalacaqdır. Dərslərimizə qoşulmaq üçün 051 580 94
28 nömrəsinə, kursumuzun menecerinə müraciət edərək deyə bilərsiniz ki, Qumru müəllimənin yeni məktəbə qədər qrupuna qoşulmaq istəyirik. Sizi qrup əlavə edəcəklər. İşinizi şansa buraxmayın. Vaxt itirmədən qoşulun ki, uğur əldə edə biləsiniz. Hər birinizə uğurlar arzu edirəm. Rəbbim yolunuzu açıq etsin. Gəlin keçək mövzumuza. Deməli, sizlərlə danışacağıq bugün rəy haqqında. Rəyin digər adına nə deyə bilərik? Müəllimlər, rəyin biz digər adına əks əlaqə qurmaq deyə bilərik. Rəyin digər adına nə deyə bilərik? Əks əlaqə qurmaq. Bəs yaxşı. Əks əlaqə qurmaq nə deməkdir? Yəni tərif vermək, qiymət verməkdir. Qətiyyən. Əks əlaqə qurmaq, rəy vermək, tərif vermək, qiymət vermək demək deyil. Bəs nə eləməkdir? Yol göstərməkdir, istiqamət göstərməkdir. Bax, ona görə deyirik ki, rəy vermək, tərif vermək, qiymət vermək demək deyil. Rəy vermək uşağa görülən iş barəsində yol göstərməkdir, istiqamət göstərməkdir ki, necə fəaliyyət göstərə bilir və yaxud daha yaxşı necə fəaliyyət göstərə bilər. Bununla bağlı nə edirik? Yol göstəririk, istiqamət göstəririk. Məsələn, deyirəm Nigar, rənglərdən istifadə etmisən. Çalış, rənglər bir istiqamətdə olsun. Rənglərdən istifadə etməyini yüksək dəyərləndirirəm. Çalış növbəti məşğələdə rəngləri bir istiqamətdə istifadə et. Bu zaman biz nə edirik? Bax, bunu biz fəaliyyətimiz boyunca həqiqətən istifadə edirikmi? Bu adlanır nə? Bu adlanır rəy vermək. Rəy vermək, tərif vermək, qiymət vermək oldu? Təbii ki, xeyr. Rəy vermək necə oldu? Yol göstərmək, istiqamət göstərmək, səmərəli yönətmək prosesidir. Rəylərə diqqət yetirilən dəyərləndirməmizdə inkişafın izlənilməsidir. İnkişafın izlənilməsi nə zaman aparılır? Müntəzəm şəkildə, davamlı aparılır. Məsələn, gündəlik aparırıq biz müntəzəm şəkildə, necə fəaliyyət göstərir, daha yaxşı necə fəaliyyət göstərə bilər. Yəni, uşaqların hədəfə çatması üçün onları gündəlik yönləndiririk, istiqamət göstəririk. Sizə belə deyim, uşaq necə fəaliyyət göstərib, daha yaxşı necə fəaliyyət göstərə bilər? Bununla bağlı onlara nə etdik? Yol göstərdik, istiqamət göstərdik, onlara rəy verdik. Baxın, bu rəy verməkdir. Bəs yaxşı, nəyə yönəlik rəylərimiz var? Biz rəy verərkən necə qaydada etməliyik? Müəllimlər, var keçmişə yönələn rəylər. Deməli, var nəyə yönələn rəyimiz? Keçmişə. Keçmişə yönələn rəy necədir? Baxın, deyirəm ki, rənglərdən gərək bu şəkildə rəngləməzsin. Rənglərdən gərək bu qaydada istifadə etməzsin. Keçmiş zamandadır da, adı üstündə. Bu rəyimiz nəyə yönələn rəydir? Bu rəyimiz keçmişə yönəlik rəydir. Biri də var, gələcəyə yönəlik rəy. Bəs yaxşı, gələcəyə yönəlik rəydə necədir? Deyirəm, çalış, növbəti məşğələdə rənglərdən bir istiqamətdə istifadə et. Bəs bu rəyimiz nəyə yönəlik oldu? Bu rəyimiz gələcəyə yönəlik oldu. Keçmişə yönəlik rəy necə idi? Dedim, rənglərdən gərək bu qaydada istifadə etməzdin. Gələcəyə yönəlik belə oldu ki, çalış, rənglər növbəti məşğələdə bir istiqamətdə olsun. Sonra var, emosiyalara yönəlik rəy. Bəs yaxşı, emosiyalara yönəlik rəy deyəndə nə nəzərdə tutulur? Emosiyalara yönəlik rəydə uşağın gördüyü iş qalır bir kənarda, tərif xarakteri daşıyır. Ağlına, zəkasına fikir bildiririk. Deyirəm ki, Fidan, sən necə ağıllısan, sən necə istedadlısan, sən çox qabiliyyətli, sən çox məharətli, sən çox istedadlı bir uşaqsan. Uşağın işi qaldı bir kənarda, halbuki bilmədim ay işi nədir? Bu rəyimiz nəyə yönələn rəydir? Bu rəy emosiyalara yönələn rəydir. Biri də var, idraki fəaliyyətə yönəlik rəy. Nəyə yönəlik rəy? İdraki fəaliyyətə yönəlik rəy. Bəs yaxşı, idraki fəaliyyətə yönəlik rəy necə qaydadadır?
Deyirəm rənglərdən istifadə etmisən, yüksək dəyərləndirirəm. Bax, bu nəyə yönəlik rəydir? İdraki fəaliyyətə yönəlik rəy. Yaxşı, dedik ki, rəy ona görə lazımdır ki, uşaq necə fəaliyyət göstərib və daha yaxşı necə fəaliyyət göstərə bilər. Bununla bağlı yol göstəririk, istiqamət göstəririk, onlara rəy veririk. Bəs bizim rəyimiz keçmişə yönəlik olmalıdır, yoxsa gələcəyə? Emosiyalara yönəlik olmalıdır, yoxsa idraki fəaliyyətə? Hörmətli müəllimlər, bizim uşaqlara verdiyimiz rəy konstruktiv rəy olmalıdır. Ümumiyyətlə var destruktiv rəy, var konstruktiv rəy. Qətiyyən biz destruktiv rəy verməməliyik. Nəyə görə deyəcəm? Çünki destruktiv rəy dağıdıcı rəydir, mənfi rəydir. Bizim uşaqlara verdiyimiz rəy konstruktiv rəy olmalıdır. Bəs yaxşı, konstruktiv rəy olmağını istəyiriksə, bizim rəyimiz nəyə yönəlik olmalıdır? Keçmişəmi, gələcəyəmi, emosiyalarama, idraki fəaliyyətəmi? Təbii ki, bizim rəyimiz keçmişə deyil də, gələcəyə yönəlik olmalıdır. Emosiyalara deyil də, idraki fəaliyyətə yönəlik olmalıdır. Gəlin belə bir rəy verək. Deyək ki, deyirəm rənglərdən istifadə etmisən. Yüksək dəyərləndirirəm Əli. Çalış növbəti məşğələdə rənglərdən bir istiqamətdə istifadə et. Deməli, rənglərdən istifadə etmisən, yüksək dəyərləndirirəm. Bu nəyə yönəlik oldu? İdraki fəaliyyətə, düzdür? Deyirəm, çalış, növbəti məşğələdə bir istiqamətdə istifadə et. Bu nəyə yönəlik oldu? Gələcəyə yönəlik. Əgər bizim rəyimiz gələcəyə və idraki fəaliyyətə yönəlik olarsa, belə rəy necə rəy hesab olunacaq? Konstruktiv rəy hesab olunur. Amma desəydim ki, nə ağıllısan, nə istedadlı, sən çox bacarıqlısan. Bu emosiyalarda yanlış olardı. Desəydim ki, gərək bu qaydada rəngləməzdin. Bu rəy keçmişə yönəlik olardı. Dedik, gərək bu qaydada rəngləməzdin. Gələcəyə yönəlik olmalıdır axı. Aydındır? Yəni biz keçmişə, emosiyalara yönəlik olarsa, bu destruktiv xarakteri daşıyar, mənfi rəy olar. Yanlışdır. Heç bir halda destruktiv rəy olmamalıdır. Bizim rəyimiz konstruktiv olmalıdır. Konstruktiv olmasını istəyiriksə necə etməliyik? Gələcəyə, idraki fəaliyyətə yönəlik olmalıdır. Bir də nəzərinizə bir məqamı çatdırım. Afərin kəlməsindən istifadə edərkən müəllimlər deyir emosiya olur. Müəllimlər işini deməyib, sadəcə desəm, afərin, çox ağıllı, çox zəkalı, çox istedadlısan. Bu, bəli, emosiyalara yönəlik olur. Amma işini deyib, afərin desəm, bu zaman idraki fəaliyyətə yönəlik olur. Məsələn, deyək ki, dairəvi əşyaları adlandırırsan. Afərin, gəlindi 3 dairəsində riyazi məsələləri öyrən. Növbəti məşğələmizə qədər 3 dairəsində riyazi məsələləri öyrən. Bax, bu rəy artıq doğrudur. Niyə? İşini də dedim, afərin də dedim. Baxın müəllimlər, işini deyib, afərin deyəndə bu rəy emosiyalara yönəlik rəy olmur. Bu rəy doğru rəy olur. Hansı ki, gələcəyə və idraki fəaliyyətə yönəlik olur. Deməli, rəy vermək, tərif vermək, qiymət vermək demək deyil. Rəy vermək, onlara yol göstərmək, istiqamət göstərməkdir ki, necə fəaliyyət göstərir və daha yaxşı necə fəaliyyət göstərə bilər. Və bizim rəyimiz konstruktiv rəy olmalıdır. Konstruktiv rəy də gələcəyə və idraki fəaliyyətə yönəlik rəydir. Aydın oldumu? Və eyni zamanda rəy verən zaman rəylər necə qaydada olmalıdır? Müəllimlər, rəylər mümkün qədər spesifik olmalıdır. Spesifik olmalıdır deyəndə nə nəzərdə tutulur? Yəni rəyimiz ümumi deyil də necə qaydada olacaqdır? Dəqiq, ümumi deyil də necə olacaq? Xüsusi, aydın olmalıdır. Baxın, rəy mümkün qədər spesifik olmalıdır deyəndə necə anlayaq? Biri var deyim ki, məşğələlərdə çətinliyim var. Hardan bilim hansı məşğələdə? Mən bilirəm bunu. Xeyr, nə pozulubdur? Rəyin spesifik olması. Təsvir fəaliyyətinin növlərində çətinliyim var.
Nə pozulub? Spesifik olması. Niyə? Məsələn, təsvir fəaliyyətinin növləri rəsm, applikasiya, yapma, quraşdırma. Düzdürmü? Mən nə bilim ki, hansı növündə çətinliyi var. Oriqamini hazırlaya bilmir, yoxsa rənglərdən bir istiqamətdə istifadə edə bilmir. Deyir ki, yəni müəllim, rəy mümkün qədər spesifik olmalıdır. Spesifik olmalıdır dedikdə nə nəzərdə tutulur? Ümumi deyil də, necə olmalıdır? Xüsusi olmalıdır, dəqiq olmalıdır, aydın olmalıdır. Aydındır? Rəyləri vaxtında vermək lazımdır. Necə qaydada? Vaxtında rəy olmalıdır. Vaxtında rəy verilməlidir. Bəs yaxşı, vaxtında rəy verilməlidir deyəndə nə nəzərdə tutulur? Belə deyim sizə. Müəllim bir neçə məşğələdən sonra uşaqlara rəy verir. Lakin uşaqlar detallı şəkildə xatırlaya bilmədiyinə görə problem yaranır. Səbəb nədir? Necə dedik? Bir neçə məşğələdən sonra rəy verildi. Deməli, rəy vaxtında verilməyibdi. Rəylər necə qaydada olmalıdır? Rəylər mümkün qədər vaxtında verilməlidir, gecikmədən. Və eyni zamanda rəy uşaqlara təbii ki, həssaslıqla çatdırılmalıdır. Rəylər uşaqlara necə qaydada çatdırılmalıdır? Həssaslıqla çatdırılmalıdır. Necə qaydada? Deyirəm, sən yenə bacarmadın, sən yenə bilmədin. Bax, bu yanlışdır. Deyərik ki, çalış növbəti məşğələdə bir də cəhd edək. Yəni rəy uşaqlara həssaslıqla çatdırılmalıdır. Deməli, müəllimlər dedik ki, rəy vermək, tərif vermək, qiymət vermək demək deyil, rəy vermək, yol göstərmək, istiqamət göstərmək, uşaqları düzgün yönləndirməkdir. Rəylərimiz konstruktiv olmalıdır. Konstruktiv olması üçün də gələcəyə, idraki fəaliyyətə yönəlik olmalıdır və eyni zamanda rəylərimiz spesifik olmalıdır. Dəqiq, aydın olmalıdır. Ümumi yox, xüsusi olmalıdır, yəni. Rəylərimiz vaxtında verilməlidir, gecikmədən və rəylər həssaslıqla çatdırılmalıdır ki, axı onlar körpədirlər, onlarda mənfi hisslər aşılamadan. Ümid edirəm ki, hər biriniz üçün aydın oldu rəylər. İnşallah ki, artıq suallarda seçə bilərsiniz. Hansı mövzuda çətinliyiniz varsa, şərhlərdə qeyd edin. Mən sizlərə həmin mövzunun izahını hər birini təqdim edəcəm. Və yeni qruplarımızda iştirak etmək üçün 051 580 94 28 nömrəsinə müraciət edə bilərsiniz. Kanalımıza abunə olmağı, videomuzu bəyənməyi, paylaşmağı, like atıb şərh yazmağı unutmayaq. Sağ olun, sağlıqla qalın. Allah'a əmanında.